Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar, əziz tamaşaçılar. Yenə də sizinlə Qopuz TV-də Azad İskəndərlidir, Qopuz Media qrupunun rəhbəri. Əziz millətim, əziz dostlar, bildiyiniz kimi dünən ayın 5-i su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı idi və bununla bağlı biz onların tədbirlərində iştirak elədik, yəni dəvət almışdıq. Bugün isə belə deyək də ani bir qərar verdik gözlənilmədən. Biz həmin bu suvarma sistemləri idarələrinin birində necə deyərlər bir reyd aparmaq istədik, bir monitoring, yəni bir ictimai baxış keçirmək istədik və belə qərara gəldik ki, Bakı şəhərinə ən yaxın olan Hacıqabul rayonudur. Da uzağa getmədik, birinci Hacıqabul rayonundan başladıq. Demək, Hacıqabul rayonundan başladıq. Bütün o Hacıqabul su meliorasiya su suvarma sistemləri istismarı idarəsi, dəqiq bax belə. Hacıqabul suvarma sistemləri istismarı idarəsinin ərazilərini biz gəzdik və oradan kiçik də olsa çəkilişlər apardıq sizə təqdim etmək üçün. Məsələn, məqsədimiz nədir? Məqsədimiz odur ki, bəzi rayonlarda görürük ki, insanlar danışırlar, videolar çəkib paylaşırlar, məsuliyyətsiz olaraq, yəni çoxsu şərböhtan danışır. Ümumiyyətlə, suyun vəziyyətinə maraqlanmaq istədik, bir görək ki, bu necə olur, bu vəziyyət necədir? Ona görə də elə Bakıya yaxın birinci rayon Hacıqabul olduğu üçün oradan başladıq biz bu işləri görməyə. İndi hansı səviyyədə çəkiliş elədik, hansı səviyyədə biz sizə təqdim elədik, əgər bir səhvimiz, ümumiyyətlə xoşunuza gəlməyən hansısa bir söz işlətdikcə, bir çəkilişlərdə bir səhv sizi qane eləməyən bir şey çəkilibsə, çox üzr istəyirik ona görə. Bizim əlimizdən gələni etdik, çünki hava çox isti idi, istidə çox çətinlik çəkdik, çox ağır vəziyyətdə biz bu çəkilişləri apardıq. Yəni, bunun da səbəbi biləsiniz ki, bizim heç kimlə, istər Qopuz Media olaraq, istər Regional İnsan Hüquqları və Ekologiya Müdafiə Mərkəzi İctimai Birliyi olaraq heç bir təşkilatla, heç bir fərdi şəxslə qərəzliyimiz yoxdur, olmayıb, bundan sonra da olmayacaq. Ola bilsin ki, hansısa nə ilənsə bağlı biz qanunsuzları ifşa edirik, hansı idarə təşkilatla bağlı, amma doğruları da göstərir. İndi söz yox. Bizim ünvanımıza o videonun altından yazanlar çox olur. Mən elə o çəkiliş zamanında o ifadəni işlətmişəm. Kiminsə qeyri-qanuni əməllərini durub ifşa eləyəndə deyirlər ki, gedib pul istəyiblər, yəqin verməyib, ona görə danışırlar. Kiminsə yaxşı işlərini görüb danışanda, göstərəndə, çəkib göstərəndə deyirlər, pul alıb ona görə göstərir. Yəni, ağzı əyri adamların heç vaxt ağzı düzəlməyəcək. Biz də həmin o əyri ağızlara istinad eləməyəcək, əsaslanmayacaq, söykənməyəcək iş görüldüyü zaman. Biz başımızı salıb aşağı işimizlə məşğuluq. Kim nə danışır, danışsın, özü bilər. Doğru doğrudur, əyri əyri. Buyurun, sizə etdiyimiz Hacıqabul rayon suvarma sistemləri istismarı idarəsinin ərazisində etdiyimiz çəkilişləri sizə təqdim edirik. Buyurun. Salam, hər vaxtınız xeyir olsun, əziz dostlar. Bu günləri biz Hacıqabul rayonunun suvarma sistemləri idarəsindəyik. Məqsədimiz də odur ki, bildiyiniz kimi hal-hazırda əkinlərlə bağlı suvarma işləri gedir. Onunla bağlı biz qərara gəldik ki, suvarma işlərinin Hacıqabul rayonunda necə getdiyini yoxlayaq, daha doğrusu nəzarət edək, daha doğrusu aldığımız o gördüklərimizi çəkək, sizlərə göstərək. Ona görə də biz bu günləri buradayıq və idarəyə gəlmişik. Çox təəssüflər olsun ki, bu günləri idarədə heç kim olmadı. Ona görə ki, bu günləri 6-cı günüdür, iş günü deyil. Ona görə də biz indi birbaşa buradan yollanacaq ərazilərə, Hacıqabul rayon suvarma sistemləri idarəsinin ərazilərinə, yəni ki, su nasosxanalarına bir baxış keçirəcək, onların işləməklərlə bağlı. Amma bu başdan sizə deyim, nə varsa biz onu deyəcəyik, onu çəkib onu göstərəcəyik.
Biz heç tanımırıq bu idarənin rəhbərliyi kimdir, nə. Sadəcə olaraq əhalinin danışıqlarından biz başladıq bu çəkilişləri aparmağa və növbəti səfər biz Biləsuvarda bu çəkilişi davam etdirəcək. Biləsuvardan da mən sizə növbəti rayonumuz hansı olacaq? Biləsuvarda mən artıq onu sizə deyəcəm. Buyurun əziz tamaşaçılar, yolçu yolunda gedək ərazilərə baxmağa. Biz artıq gəldik buraya əziz dostlar. Demək, biz Hacıqabul Suvarma Sistemləri İdarəsi, yəni İstismarı İdarəsinin bir Ələtli nasos stansiyasına gəldik, çıxdıq. Bax, budur. Bunların iş rejimi, su çox gözəl, yüksək səviyyədə. Su işləyir, nasoslar vurulur. Bu da bizi çox sevindirdi. Sözün əsl mənasında təsadüfən biz gəlib görüb, biz tanımırıq. Yol üstündə sadəcə olaraq əhalidən soruşuruq. Əhali bizə göstərir, biz də gəlib həmin nasos xanalara tapırıq. İndi biz istəyirəm gedək, külün səviyyəsini göstərim sizə. Əziz dostlar, baxırsınız bu külün səviyyəsi hansı səviyyədədir indi? Görün hara qədər qalxıb və belə bir şəraitdə həmin bu nasosxana işçiləri, suvarma sistemlərinin istismarı Hacıqabulun idarəsi bax bu vəziyyətdə işləyirlər, ağır şəraitdə işləyirlər. Amma bütün bunlara baxmayaraq da suyu da bayaq göstərdim sizə hansı vəziyyətdə su gəlir. Əhali də çox razılıq elədi. İndi lazım, kimsə rastımıza çıxsa əhalidən onlar da çalışacaq dindirə. Buyurun baxın, külün çox Ələtli nasos stansiyası. Əziz dostlar, indi isə gedək növbəti nasosxanalara. Mən çalışacağım ki, nasosxanaların bir neçəsini gəzə, hər kəs gözü ilə görsün buradakı vəziyyəti. Burada bilirsiniz nə demək olar, ancaq təşəkkür eləmək olar buranın işçilərinə, zəhmətkeşlərdir bunlar. Bu qədər. Hə, əziz dostlar, əziz tamaşaçılar, biz indi gəldik, demək, Hacıqabul Suvarma Sistemləri İstismarı İdarəsinin Meyniman nasos stansiyasına. İndi orada sizə göstərəcək. Bizim bilirsiniz nətərdir, hal-hazırda çəkilişləri aparıq, mən özüm də baxıb görəm, baxın suyun gəlişatını da görürsünüz hal-hazırda. Yəni bu çox gözəl haldır. Çox gözəl bir hal. Yəni bizim gəlib belə bir şeylə rastlaşmamız həm də təsadüfən. Gedək indi digər hissələri çəkməyə. Əziz dostlar, baxırsınız, görürsünüz də hal-hazırda suyun təzyiqini də hansı formada gəlir. Bilirsiniz, bizim bu çəkməkdə məqsədimiz odur ki, bu suvarma vaxtıdır. Çox adamlar, bəzi mətbu orqanlar ağzına axınlarına gələni yazırlar. Biz sadəcə olaraq gəldik, bunları çəkib sizə göstərək. Vəziyyəti öz gözünüzlə hər kəs şahid olsun. İndi mən digər rayonları bilmirəm. Bundan sonra Biləsuvar rayonunda biz gedib çəkiliş aparacaq. Hal-hazırda Hacıqabul rayonunda vəziyyət belədir. Çox gözəl, yüksək və səviyyədə iş görülür burada. İstəyir nasosxana, belə deyirlər aradında, Meyniman nasos stansiyasının işçiləri, istəyir bunun rəhbərliyi. Məhsuldar işlərinə görə təşəkkür eləyək. Nə deyə bilərik ki? Buyurun. Əziz tamaşaçılar, elə burada da baxırıq suyun səviyyəsi eyni səviyyədə, yəni görürsünüz ki, çox yüksəkdir, qalxıb. Mən yadımdadır, bir neçə ay bundan öncə gəlmişdim, su səviyyəsi oradaydı. İndi görürsünüz, bir haradasa 5 metrə yaxın gəlib bura. Və çox gözəl olan odur ki, yəni belə bir səviyyədə, belə bir çətinliklərlə bu şəxsiyyət burada işləyir, çalışırlar. Bizim də işimiz nədir? Bunları çəkib göstərmək və mən şəxsən
özüm və özüm rəhbərlik etdiyim quruma e, Dövlət Su Agentliyinin Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri Zaur Mükəlova təşəkkürümü bildirək. Regional Su Meliorasiya Xidmətinin rəisi Zakir Quliyə minnətdarlığımızı bildirək ki, belə bir ağır şəraitlə yüksək səviyyədə iş görürlər, həyata keçirirlər. Çox sağ olsunlar, nə deyək ki. Salam, bir daha salamlayıram sizi, əziz tamaşaçılar. Demək, indi biz Hacıqabul Suvarma Sistemləri İstismar İdarəsinin kiçik Talış nasosxanasındayıq, belə deyək də, nasos stansiyasındayıq və burada çox gözəl bir şeylə rastlaşdıq. Nədir onun adı, gözəlliyi? Demək, nasos bu günlər nasosxana işləmir və ahalidən öyrəndikdə soruşda deyirlər ki, bizim su ehtiyacımız yoxdur, bir neçə gündür ki, nasosu dayandırırlar. Bu çox gözəl bir şeydir, əslinə qalsa. Hal-hazırda, yəni bu çox gözəl bir şeydir. Bunun dayanımı demək ki, su ilə təmin olunur əhali. İndi söz yox, burada indi biz bunları çəkirik. Mən bayaq dediyim kimi yenə də təkrar edirəm. Deyəcəklər ki, o rüşvət aldı, pul aldı, tərifləyir. Kimisə gəlib deyirsən ki, məsəl üçün, deyirsən ki, hansısa qanunsuzluğu ortaya çıxardırsan, əhaliyə göstərirsən, onda da deyirlər ki, filan kəs kimdənsə pul istəyir, vermir, ona görə belə. Ona görə də biz qərəzsizliyimizi buradan hər kəsi anlamaqdan ötürü biz bilirik, nə edirik. Yəni, baxasınız, yaxşını yaxşı deyirik, pisi pis deyirik. Yəni, bax budur, əziz dostlar, Kürün də səviyyəsi budur. Burada, bayaq da göstərmişdim, bax burada da belədir. Təsəvvür edin ki, 15 metrə o tərəfdə olub bu Kür. İndi qalxıb gəlib, buradan gəlib çıxıb. Görürsünüz bu vəziyyəti. Baxın. Həmin bu qurumun işçiləri də, əməkdaşlar da çox çətin vəziyyətdə fəaliyyət göstərirlər. Yəni, bütün bunlara rağmen nasosxanalar suyun altında batıb qalmayır. Ondan sonra digər problemlər çıxmayıb. Çox şükürlər olsun Allaha. Bir daha buradan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbərliyinə, Regional Su və Meliorasiya Xidmətinin rəhbərliyinə ölkə ictimaiyyəti olaraq təşəkkürümüzü bildiririk. Çox sağ olsunlar. Əziz dostlar, indi gəldik Kolanı nasos stansiyasına. Buyurun, buradakı vəziyyətlə də tanış olun. Bizim işimiz göstərməkdir, çəkməkdir. Sizin də baxmağı, baxın. Kürün vəziyyətinə baxın. Görün nə qədər Kürün suyunun altına düşüb bu stansiya. O vəziyyətdə bunlar fəaliyyət göstərirlər. Bir baxın buna. Görürsün. Əziz dostlar, demək, baxın, Kürün vəziyyətinə. Vay, belə deyirlər də, dəli Kür deyirlər bunun adına. Baxın, həqiqətən də Kürün bu dəqiqə dəli vaxtlarıdır. Və beləliklə biz bugünkü, demək, bu reydimizi burada da dayandırıq. Çünki mən ehtiyac bilmirəm bu qədər gəzib, bundan əlavələr gəzməyə, harasa getib gəlməyə. Çünki artıq mən elə başa düşürəm, kifayətdir. Budur vəziyyət. Çox sağ olsunlar, zəhmətkeş insanlar, bizim həyatımızı yüngülləşdirməyə çalışan insanların hər birinə ayrı-ayrıda
təşəkkürümüzü bildirək biz də ölkə ictimaiyyəti olaraq. Bir daha çox sağ olun, minnətdaram diqqətinizə görə. Gördünüz əziz dostlar, özünüz də şahid oldunuz, vəziyyət necədir? Hətta gör, suvarma elə bir vəziyyətdədir ki, Hacıqabul rayonunun Kolanı nasos stansiyasında əhali gəlib suyu bağlatdırıb ki, su artıq evlərimizə olur, həddindən artıq çox oldu, bağlayın. Yəni suyu bağlayıblar ki, əhalinin suya tələbi yoxdur. Yəni bu çox sevindirici haldır. Yəni iş bu yerə gəlib çatıb. Mən fikrim buradan elə bəzi təmiz insanları arxama alaraq ilk öncə dünən su və meliorasiya və su təsərrüfatı işçilərini peşə bayramı münasibətilə təbrik edirəm. Onlara çox sağ ol deyirik ölkə ictimaiyyəti olaraq. Onlara şəxsən bugünkü gördüyümüz işlərə görə, gözlərimizin şahidi olduğumuz işlərə görə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin rəhbəri cənab Zaur Mikailova təşəkkürümüzü bildiririk. Regional Su və Meliorasiya Xidmətinin rəisi cənab Zakir Quliyevə minnətdarlığımızı bildiririk və arzu edirik ki, onlar gələcəkdə də bu templə işlərini davam etdirsinlər. Kim nə yazır yazsın, kim nə pozur postsun, kim nə danışır danışsın, biz gözlərimizin şahidiyik. Biz getdiyimiz yerlərdə nə o idarələrin rəhbərini tanıyırıq, nə bilirik. Bax, bu günləri biz 6-cı gün gedmişik, heç getdik, idarədə bir nəfər, idarə inzibati binasında iş günü deyil axı, yəni tapıb dindirmək istədik. Ancaq ehtiyac olmadı, çünki biz özümüz baxdıq, gördük ki, vəziyyət necədir. Bugün 6-cı günüdür, iş günü deyil, ona görə də biz idarədə heç kimi rastlaşa bilmədi. Buradan bir daha Hacıqabul rayon suvarma sistemləri istismarı idarəsinin rəisi Siyavuş müəllimə, mən onu tanımıram, adını eşitmişəm, Siyavuş müəllimə çox sağ ol deyirik. Hacıqabul rayon icra hakimiyyətinin başçısı Sevindi Kətəmova çox sağ ol deyirik, minnətdarlığımızı bildiririk. Hacıqabul rayon suvarma sistemləri istismarı idarəsinin kollektivinə minnətdarlığımızı bildiririk. Bir daha çox sağ olun, Tanrı sizi qorusun, Tanrı dövlətimizi qorusun, Tanrı millətimizi qorusun. Çox sağ olun.